Deməli silah budur. Bu onun nasısıdır. Heç bir problemi yoxdur nasısında. Deməli nasın bir dəfə təmirə çıxması üçün, tam şəkildə təmirə çıxması üçün lazım olan avadanlıqlarıdır, rezinləridir. 2 dənə maqazin olur üstündə. Sonra binokulu dəyişdikdən sonra tənzimləməsi üçün su tərəziləridir. Tək maqazinidir. Sonra üstündə 60 manatlıq fənərdir. Sonra bunun içində az güllə qalıb, 1 qramlıq güllədir. Bu da 0,4 qramlıq güllələrdir. Demək olar ki, təzə almışam 25 manata. Olduğu kimi qalıb, az atmışam, 60-70 ədədini atmışam uzağa. Bunun tutacağıdır, alt tutacağı. Bu qədər. Yəni bir də göstərim silahı.